İşğaldan azad ərazilərə bugün növbəti köç olub. Ağdamın Kəngərli kəndinə daha 49 ailə, yəni 232 nəfəri qayıdıb. İndi biz kənddə olan əməkdaşımız Sədaqət Süleymanla birbaşa bağlantı yaradırıq. Sədaqət, təəssüratları sizdən eşitmək istərdik. Buyurun, söz sizdədir. Atayev ədalət Allah verdi olur. Böyük qayıdışın addım-addım reallaşdığına şahidlik edirik. Kəngərli kəndinə bugün növbəti köç karvanı gəlib çatıb. Hazırda sakinlərə evlərinin açarları təqdim edilir və bu günlərim 49 ailə Kəngərlidədir. Artıq biz sizə vətəndaşların təəssüratlarını da çatdırmaq istəyirik. Hazırda yanımızda açarını təqdim olan sakinlərdən biri var. Salam, hər vaxtınız xeyir. Buyurun, sizi tanıyaq. Babayev Savalan Həsənoğlu, Kəngərli kənd sakini. Uzun illərdən sonra artıq öz doğma kəndinizdəsiz və hisslərinizi bizimlə bölüşməyinizi xahiş edirik. Bəli, çox sağ olun. Həyatımızın ən xoş günü yaşayırıq demək olar ki, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Cənab Prezidentə, Ali Başkomandanın öz minnətdarlığımızı bildiririk ki, demək olar ki, bugünkü bizim burada yaşamağımız, gəlməyimiz Cənab Prezidentin əsəridir. Allah onun canını sağ eləsin. Çox xoş günümüzə gəlmişsiniz. Sizə öz minnətdarlığımızı bildiririk. Çox sağ olun, təşəkkür edirik. Bununla da Kəngərlidə 109 ailə məskunlaşmış oldu. Və ümumilikdə isə kənd ərazisi 177 hektardan artıqdır və burada 2 mərhələdə 632 evin inşası nəzərdə tutulur. Çox sağ olun, Sədaqət. Ətraflı məlumatlara görə eyni zamanda kənd sakinlərini də səmimi qəlbdən təbrik edirik.